Hər vaxtınız xeyir, Air 24 xəbərlərə baxırsınız. Studiyada və Fatih Yarqısı Deniz ətraflı. Qarabağ uğrunda mübarizə hələ 20-ci əsrdən başlamışdı. 1994-cü ildə atəşkəs üçün saziş imzalandıqdan sonra Ermənistan silahlı qüvvələri bu razılaşmanı pozdu. Azərbaycan tərəfi dəfələrlə cavab tədbiri görsədə artıq 2016-cı il aprelin 1-dən 2-sinə keçən gecə hərbi qarşıdurma qaçılmaz oldu. Azərbaycanın qalib çıxdığı aprel döyüşləri 44 günlük zəfərə yol açdı. Zəfərin başlanğıc tarixi idi. 2016-cı il aprelin 1-dən 2-sinə keçən gecə Azərbaycan və Ermənistan hərbi birləşmələri arasında hərbi münaqişə baş verdi. Aprel döyüşləri Qarabağda 1994-cü ildə atəşkəs haqqında saziş imzalandıqdan bəri ən şiddətli döyüşləri idi. Cəbhənin ən gərgin Ağdərə, Tərtər-Ağdam və Xocavənd, Füzuli istiqamətində yerləşən birliklər qısa müddətdə Ermənistan silahlı bölmələrinə qarşı cavab tədbirləri həyata keçirdi. Azərbaycan ordusunun keçirdiyi əməliyyat nəticəsində diversiya qrupu arxa cəbhənin olduqca dərinliyinə sızaraq Əsgəran bölməsindəki hava hücumundan müdafiə kompleksinin RLS-ini məhv etdi. Müdafiə naziri Zakir Həsənov brifinq zamanı Azərbaycan ordusunun ermənilərin qurduğu Ohanyan səddini 18 dəqiqəyə yardığını bildirdi. Azərbaycan yeni silahlar alırdı və o silahların məhz aprel hadi döyüşləri zamanı sınaqdan keçirilməsi həm də silah kimi, həm də ki onlara idarə edən şəxsi heyətin professionallığı, peşəkarlıq baxımından. Azərbaycan ordusu aprel hadisələrindən sonra da müəyyən təhlillər aparılmış və yeni silahlar və taktiki yanaşmalarda da dəyişikliklərə malik olmuşdur. Azərbaycan ordusu aprelin 5-də Ağdərə şəhərinə aparan əsas yol üzərindəki strateji baxımdan əhəmiyyətli Madagiz məntəqəsindəki hərbi bazanın qərargahına və Yerkrap erməni könüllülərini cəbhəyə gətirən avtobusa zərbə indirdi. Həmin gün Xocavənd, Füzuli istiqamətində erməni qüvvələrinin 2 ədəd tankını heyətlə birlikdə və hərbi əmlakla dolu 5 ədəd təkərli texnikasını sıradan çıxardı. Azərbaycan silahlı qüvvələrinin qələbəsi ilə nəticələnən bir sıra kəndləri və yüksəklikləri azad etdi. Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi, Tərtər rayonunun Qazaxlar kəndi, Tərtər rayonunun Suqovşan qəsəbəsi istiqamətində yollar düşməndən azad olundu. 2016-cı ilin 5 aprelində hər iki tərəfin razılığı və beynəlxalq qurumların müşahidəsi ilə yenidən atəşkəs müqaviləsi imzalandı. Rəsmi Bakının verdiyi məlumata görə Azərbaycan silahlı qüvvələri 2000 hektarlıq ərazini azad edib. Aprel hadisələrindən dərhal sonra bir sıra dövlətlər və beynəlxalq təşkilatlar işğalçı Ermənistan dövlətinə hər hansı siyasi təzyiq yaxud sanksiyalar tətbiq etmədi. Xüsusən də ATƏT-in Minsk qrupunun nəticəsiz fəaliyyəti 2020-ci ildə 2-ci Qarabağ münaqişəsinin alovlanmasına səbəb oldu. 2020-ci ilin sentyabrın 27-sində Ermənistanın eskalasiyasına cavab olaraq Azərbaycan silahlı qüvvələrinin Dəmir Yumruq adlı əməliyyatı başladı. 44 gün ərzində Ermənistan ordusunu məhv etməklə yanaşı Azərbaycanın 30 ilə yaxın işğalda olan ərazilərinin azad olunması ilə nəticələndi. Ermənistanın və Ermənistan dəstəkçilərinin Azərbaycan qarşısında həm cəbhədə yenilgisi, həm psikolojik olarak yenilgisi Ermənistana tattırılmıştır. Ermənistanın hər geçen gün nüfusu erimektedir. Son zamanlarda yeni askeri birlikler oluşturmaya çalışıyor olsa da bununla başarılı olmadığı ortadadır. Ermənistan bir yandan Hindistan, İran, Amerika Birleşik Devletleri, Yunanistan, Fransa ve başka ülkelerden askeri olarak donanım oluşturmaya çalışıyor olsa da bu askeri teçhizatları kullanacak askeri de ihtiyacı olacağı ortadadır. Ve yeni askeri birlikler oluşturma imkan ve kabiliyetleri neredeyse tükenmiş olan Ermenistan'ın Azerbaycan ordusuyla hali hazırda boy ölçüşemeyecek bir orandadır. Erməni tərəfi ordusunda düzgün rotasiyanı həyata keçirə bilmədiyindən həm də itirdiyi əraziləri də geri ala bilmədi. Azərbaycan ordusu 44 günlük müharibə ərzində Harop zərbə pilotsuz aparatlarından, o cümlədən İsraillə birgə Azərbaycanda istehsal olunan zərbə dronlarından istifadə etdi. Döyüş zamanı geniş istifadə olunan Bayraktar TB2 dronları vasitəsilə Azərbaycan Ermənistanın 1 milyard dollar dəyərində hərbi texnikasını məhv etdi. Həmçinin pilotsuz An-2 təyyarələri vasitəsilə Ermənistanın hava hücumu
hücumundan müdafiə sistemlərinin mövqeləri aşkarlandı. Azərbaycan ordusunun bu unikal fəndi dünya hərb tarixində yenilik kimi qəbul edilir.